Salam əziz dostlar. Görək Azərbaycan bazarında maşınların qiyməti nisbətən görürük. Azərbaycan maşın bazarını doldurublar. Kitay maşınlarından bütün qiymətlərini öldürüb. Çox suallar gəlir ki, bugünkü gündə Kitay maşınını almağa dəyərmi, yoxsa yox? Əlbəttə ki, mən məsləhət görmürəm. Nəyə görə? Çünki gündə bir model çıxır. Elə modellər var ki, cəmsi 3 ay buraxılır. Onu siz alırsınızsa da, səhərsi günü onun bir ehtiyat hissəsini tapmaq elə bir baş ağrısı ola bilər ki, elə bir bahalı otura bilər ki, lap belə fikirləşərsiniz ki, neynirdim, gedib salondan bir Yapon maşını, nə bilim, alsaydım bundan 1000 dəfə sərfəli olardı. Ona görə hal-hazırda ümumiyyətlə elə bir maşın almaq lazımdır ki, onun ehtiyat hissələri tapılan olsun, ustası tapılan olsun. Kitay maşınlarının ustasını da tapmaq çox çətindir. Rəsmi dillərdə siz onu dəyişsəz, o başa oturacaqdır. Görə ümumiyyətlə nə qiymətlərdir? Görürük, Toyota Camry 44.900 manata 19-un maşınıdır. Changan Dipal 22.000 dollaradır. Kitay maşının nə gözəlliyi var? Belə baxsan ki, çox gözəldir. Porsche Cayenne oxşuyur. Rəngi belə sportivni, xişni rəngi var. Elə belə, nə bilim, vəhşi bir avtomobildir. Doğrudan da oturub sürürsən, baxsan, hər bir lampışqaları yanır. Işıldayır avtomobil. Dərisi normal, ekranı böyük. Nə bilim, yüngül lehimli disklər. Monitoruna fikir verin, elə bil evdə oturub Samsung televizoruna baxsız divanda. Əlbəttə ki, adamın xoşu gəlir maşına. Ancaq bir il sürəndən sonra bütün problemləri üzə çıxır. Bu problemləri də yoluna qoymaq üçün bir yaxşı bir usta lazımdır. Bunun ehtiyat hissələrini tapmaq lazımdır. Ona görə almağa mən şəxsən heç kimə məsləhət görə bilmərəm. Özdə gördüyümüz kimi sifariş elədik. Yəni bu ortalama iş, bu avtomobili götürməyək. Ümumiyyətlə Kitay maşınları burada hasını ki 20.000-ə satırlarsa da bilin ki, onun Kitayda satılma qiyməti nə bilməyib 8-9 mindir, belə deyək. Yəni ki, özünüz gətirirsizsə də o ayrı məsələ. Onda yoxsa buradan alverçidən almaq, sifariş ilə, nə biləm, filan peşməkan, onun heç bir mənası yoxdur. Land Rover Defender qiymətinə fikir verin, 70.000 dollar, əlbəttə ki, bu yəni kasıb malı deyil. Gözəl maşın budur. Kia Sorento özdə yeni nəsil, yəni yeni deyəndə nisbətən də 17-ci ilində 158.000 yürüşlə gördürük ki, nikel, xrom, yüngül lehimli diskləri, gözəl göyçək faraları, eksteryeri yaxşı, xromdan boldur, görürükmü, diskləridir, bu panelin üstüdür, hər yeri xromdur, yəni çox gözəl görünüşü var. Çox sərfəli avtomobildir. Görək baxaq, yəni bu nədir? Dizeldir. 2 litr dizel, gözəl. 5 qapılıdır, 158.000 yürüşlü avtomat. Yeni döy, vuruğu yoxdur, rənglənməyib. İndi vuruğu yoxdur, rənglənməyib. Sözünüzü biraz inandırıcı döy, ancaq indi gedib yerində baxmaq lazımdır. 17-18-ci model, motor 2 dizel, 5 kraska, orijinal probek, Koreyadan yeni gəlib, avtomobil ideal vəziyyətdədir. Davamını da oxuyaq. Tam full komplektasiya, disktronik, avtohold, avtostop, oturacaqların isidilməsi və soyudulması, Apple CarPlay, Android Auto, JBL kolonkalar, elektron pribor, açarsız daxil olma, ön və arxa park radar, 360 kamera, sükanın isidilməsi, zolaq tutma, arxa oturacaqların isidilməsi, arxa yan pərdələr zavod, Smart Eco, Sport Custom rejim, istənilən yerdə yoxlatdıra bilərsiniz. Demək, butanada bu da komplektasiya 38.800 manata Bakıda satılır, satan ülvüdür. Əlbəttə ki, indi gedib yerində aşağı-yuxarı söhbət ola bilər. Görürük, start stop, əla multi sükan, arxa görüntü monitor, oturacaqlar belə şəkildə gördüyümüz kimi normal vəziyyətdədir. İndi əlbəttə ki, gedib baxmaq lazımdır yerində, dəyişik məsələ, bu hissəsən çox yerilir. Elektron təmizləmə görürük, oturacaqların. Yəni, komplektasiya doğrudan da yaxşı komplektasiyadır. Maşın gözəl maşındır, nə demək olar? Çox dözümlü, dağa-bağa, şəhərdə sürməyə əla maşın. Çox qəşəng avtomobillərdən biridir. Yəni, gedib 50-60 min, nə bilim, 30 min
2 ay maşına verdiyincə təzəsinə 17-ci ilin maşınıdır. Məsələn, mən bunu ondan çox məsləhət bilərdim. Kia K3 21800 manata bu avtomobilə də sizinlə bir bərabər baxaq. 21800 manat ağ rəng. Bu bəzilər deyir Kia Rio'dur, bəzilər deyir K3'dür. Yəni satılan bazardan asılıdır, ölkədən asılıdır. Gördüyümüz kimi çox səliqəlidir. 15-ci il, bəli, indi 15-ci ildir. 1.6 140 at gücü benzin. Orijinal yürüş. Lupa fara, oturacaqlar qızdırıcı. Rul qızdırıcı, aktiv eko rejim, 2 zolağı, klimat kondisioner. Video registrator, qabaq və arxa, maşın Koreyadan yeni gəlib. Vuruq udarı yoxdur, motor korobkası ideal. İstənilən yerdə yoxlatdıra bilərsiniz. Heç bir xərc tələb etmir. Çox təmiz və baxımlı maşındır. Telefonda qiymət söhbəti edilmir. Satan ülvüdür. Bakıda satılır. Yəni kimin xoşuna gəlirsə gedib baxa bilər. Növbəti avtomobil Hyundai Santa Fe 2 litr 14-cü ilin maşınıdır. Qiyməti çox əladır. Yəni real maşınsa da 27500 139000 yürüşlə Hyundai Santa Fe DM dizel 2 litr 184 at gücü yürüş 139000 140000 deyək də avtomat. Avtomobil tam idealdır. Heç bir xərc tələb etmir. Mühərrik və sürətlər qutusu əla vəziyyətdədir. Texniki, elektron və ya kosmetik heç bir xərc tələb etmir. Yeni avtomobil aldığım üçün satıram. Yəni nə vaxt gəlibdi Koreyadan, nə vəziyyətdədir, vuruğu udarı olubmu, olmayıbdı. İndi ona gedib yerində baxmaq lazımdır. Ondan sonra gedib bir avtoservisə salıb əməlli başlı maşını yoxlatdırmaq məsləhətdir. Hyundai Sonata gözəl avtomobil, çox dəbdə olan maşındır. 2 litr 17-ci ilin maşındır. 148000 yürüşlə 30900 manata. Eksteryerinə baxaq, görürük, əla vəziyyətdədir. Yüngül lehimli disklər, faralarına fikir verin. Nə gözəl, nə göysək avtomobildir. Rəngi də dəbdə olan avtomobillərdən belədir. Salonu çox geniş, motorxanası səliqəli, bagajı yekə. Görün, nə tərtəm, üzdə hibrid. Dəri oturacaqlar, multisükan, arxa görüntü kamerası, video registratoruna kimi mən biləm var. Hər bir şey var maşında, səliqəli, elektron təmizləmədir, sürücünün fikir veririk, ancaq yanında olan mexanikidir. Arxa oturacaqlarda çox yaxşı vəziyyətdədir. 2 dənə açardı ya 1 dənə açardı. İndi onu zəhvuru soruşmaq lazımdır. Hibriddir, fikir verin. 260 maksimaldır, 148000 yürüşlə. Demək, buradan nə hibrid, yaşıldır, göydür. Ümumiyyətcən, eksteryeri yaxşı bir vəziyyətdədir. Görək maşın barəsində nə yazılıb. 2017-18 model, motor 2 benzin hibrid, BES kraska 100%. Yoxlanış zaman kraska aşkarlansa, hər bir detalına 500 manat qiymətindən düşəcəm. Fikir verin, yaxşı söhbətdir. Yəni, bir detalın, hər detala 500 manat qiymətdən çıxır. Ölkəyə yeni gəlib. Full modeldir, motor korobka ideal, udar vuruq qətiyyən yoxdur. Çox baxımlı maşındır, LED stop, LED faralar, düymə ilə qapıların asılıb bağlanması, yan güzgülərin qatlanması indi o aydın məsələdir. Multirul, avtostop, avtohold, eko rejim, ekoaktiv, rul qızdırıcı, park radar, ön və arxa, yağış və işıq sensoru, dəri salon, DVD monitor, arxa kamera, video registrator, oturacaqların isidilməsi, arxa oturacaqların isidilməsi, soyudulması yoxdan fikir verin. Xenon faralar adaptiv, o yaxşıdır. AUX, USB, iPod, müzik, sistem və s. İstənilən servisdə yoxlatdırmaq mümkündür. Telefonda qiymət söhbəti edilmir. Dediyimiz kimi satan ülvüdür. Bakıda satılır. Növbəti nə maşınlar var? Görürük, Toyota Highlander. Əla bir maşındır, 24'ün maşınıdır. 13.000 kilometr gedib, ancaq qiyməti də 60.000 dollardır. Bəli, dollar. Bit Destroyer. Fikir verin qiymət. 25'in maşınıdır, 1.5. 0 kilometr gedib, ha.
20.000 qiyməti var. İndi öz aramızda özünüz fikirləşin. Bu 2 tay maşının dəyəri varmı? Ki bunun təzəsi salondan 20.000 maşındır. Belə baxsan bu çox gözəl, yaraşıqlı maşındır. Növbəti avtomobil Mercedes E 250 Fomatic 14-cü il 33.000 manata. Changan K1 22.450 manat. Chery Tiggo, Lada Niva 23.500 manata. Sözün düzü mən belə məhdəl qallam ki, bu 21-ci əsrdə, 25-ci ildir. Kim gedib Niva alır? 23.500 manat Niva'ya pul vermək mi olar? Mən sözün düzü belə məhdəl qalıram, mənasını tapa bilmirəm. Nissan Patrol, əla, gözəl maşındır, gördüyümüz kimi 13-cü maşınıdır. 138.000 yürüşlə 35.500 dollar. İndi 500-ünü yaqın keçər, 35.000 dollar. Gözəl maşın. Toyota Corolla Cross. Bu maşını çox tərifləyirlər. Yəni yaxşı maşındır. Qiyməti də 22.000 dollardır. Ford Escape 27.900 manata 63.000 yürüşlə 2020-nin maşınıdır. Ford Fusion North America 20.500 manat tamamilə gəlir, 20-nə verər. 18-in maşınıdır, 1.5 108.000-də yürüşlə. Baxaq görək bu nə olan şeydir. Amerikadan gəlmədi yaqın. Onu hamısını bir dəqiqə baxaq. Əlbəttə ki, yerində də gedib baxmaq lazımdır. Bakıda satılır, satan Ramildir. 20.500 manata deyir. Hər kəsə salam. Barter yoxdur, təcili pula ehtiyac olduğu üçün satıram. Motor korobka, yağı, sveçalar yeni dəyişilib. 4 dəzə bahalı Marshall təkərləri qoyulub. Maşında var olub işləməyən heç bir funksiya yoxdur. Motor korobka ideal vəziyyətdədir. Elektronika sistemində heç bir problem yoxdur. Start-stop yerində, tıxacda, svetoforda, dayananda sönür. Oturacaqların qızdırılması, açarsız kodla daxil olma, işıq sensoru, hər iki ön oturacaqların elektron tənzimləməsi hamısı işləyir. Maşın gün ərzində, Qaraçuxur Neftçilər ev iş sürülür. Heç 10 km günə sürülmür. Real alıcıya əlavə olaraq endirimi mümkündür. Çox xahiş edirəm, boş bekar insanlar narahat etməsin, WhatsApp aktivdir. Yəni doğrudan da elədir, bir də görürsünüz, yəni maşını verirsən satışa, boş bekar adamlar elə yalandan çırt açır, zəh vurur ya zəng atır, vızıv atır ki, mənə zəh vur, konturum yoxdur, maşın almaq istəyirəm. Başlayır, nə bilim, ayrı-ayrı suallar vermək. Heç maşına aid olmayan suallar verib adamı belə vaxtına alanlar da çoxdur, çox təəssüflər olsun ki. Bəli, gördüyünüz kimi maşın göz qabağındadır, gedib yerində də baxmaq olar. Bəli, görün Mercedes S-Class 350 dizel 15-in maşınıdır, 41.000 dollara. Denza 88.000 manata. Yəni gördüyümüz kimi Azərbaycan maşın bazarında ümumiyyətlə nə maşın istəsəz var. Yəni civinizə görə, zövqünüzə görə bir maşın seçib almaq olar. Birincisi gəlin bu maşına baxaq. Bu salondur, Volvo. Ondan da sonra baxaq bu Grandiora. Volvo əla gözəl maşındır. XC62 litr 19-cu ildir. 46.200 yürüşlə 28.000 dollara satılır. Çox gözəl maşındır. Maşın barəsində nə demələr? Əla maşındır. İndi aydın məsələdir ki, ehtiyat hissələrində biraz bahalıdır. Yəni bunu saxlamaq ümumiyyətlə TO'su biraz bahadır. Ancaq maşın kimi çox gözəl bir maşındır. 48.900 manata. Avtomobil ideal vəziyyətdədir, orijinal yürüyüş. Xahiş olunur, zəng edərkən qiymətlə bağlı müzakirə aparmayın. Barter yalnız avtomobillə mümkündür. Ünvan Nizami rayonu Babət prospekti 61C Hyundai servis. Növbəti avtomobil Hyundai Grandior 2.2 litr 2018-ci ildə 185.000 yürüşlə satan Kamrandır, Bakıda satılır 37.400 manata. Bu avtomobili bugünkü gün almaq olar. Yəni qəşəng maşındır, çox gözəl bir maşındır. Eksteryer əla vəziyyətdə, yüngül lehimli disklər, özdə yaxşı disklərdir. Görürük salon əla, güzgüləri, arxa görüntü güzgüləri,
panorama lüku, monitoru, multisükandır. Bir də baxaq görək, bəli, panorama lük, elektron tənzimləmə, oturacaqların, görürük, arxa pərdələr var, zavod, yəni tonirovkadan savayı öz pərdələrdə var. Burada biraz cırcızlıq var, indi onu bilmirəm, indi gedib yerində baxmaq lazımdır, nədir? Malə gəlirəm, sən deyən elə bir mənalı bir şeydir, onu məsələ 30-50 mat verib, yaxşı, kimçisk eləmək olar. 2.2 dizel yazılıb, Hyundai, özdə görürsünüzmü, burada da kamerası var, yəni ön arxa kamera, 360 kamera olmalı, burada da olmalıdır. Kamerası indi onu oxuyarıq, baxarıq. Görək nə yazıb. Demək, Bakı Hyundai Grandeur 18-ci il sedan, yaş asfalt, 2.2 litr, 202 at gücü dizel, 185 min yürüşlə. Bəli, avtomobil ölkəyə yeni gəlib. Full komplektasiya, avtomobil tam ideal vəziyyətdədir. Vuruğu dəyişən detalı qətiyyən yoxdur. Bütün tələb olunan xərclər təmin olunubdur. Hal-hazırda nə kosmetikalıq, mexaniki və elektrik xərci yoxdur. Alıcı istənilən servisdə yoxlatdıra ala bilər. Panorama lük, dam, start-stop, keyless go, asarsız daxil olma, qara dəri salon, oturacaqların elektron tənzimləməsi, İki tərəfi, qızdırılan oturacaqlar, ön və arxa, soyudulan ön oturacaqlar. Aha, yəni soyuducu da var. Sükanın qızdırıcısı, multisükan, cruise control, AUX USB, Bluetooth CD, CDN, MP3, FM, audio isə hər şey yazıb. CarPlay, monitor və arxa görüntü kamerası, registrator, ön çəkən kamera, parktronik, yağış və işıq sensoru, güzgü qatlanır. Qızdırıcı, sükanın 3 rejimində tənzimləməsi, Bixenon işıqlar, sürüşmə əleyhinə rejim, ölü zona, kör zonaya nəzarət, zoroqların tanınması funksiyası, head-up, eco rejim, drive mode, avtostop, 360 kamera, adaptiv fara, 37.400 manata Bakıda satılır, satan Kamrandır. Mütləq öz fikrinizi şərhlərdə yazın. Növbəti avtomobil, hasib avtomobili müzakirəyə qoyaq, hansı avtomobili baxaq, qiymətlərini öyrənək. Şərhlərdə suallarınızı yazın, kanalımıza abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.